Hər videonun əslində bir məqsədi olmalıdır, amma bu video məqsədsiz olsun istədim. Sadəcə dünəndən yağan qardır bu. Bu qar çox yumuşaqdır. Və saat 3'dür, gecə saat 3'dür. Heç kim yoxdur həyətdə. 4-5 dənə taksi. Ben gedirəm bugün işə. 31 dəqiqə saat 4'dür. Mən işə gəlmişəm. Burada qeyri-adi bir şey yoxdur. Bunu hər səhər hər kəs edir. Biraz qar yağıb, Varşava gözəlləşib və çox dərinlərə, dərin fikirlərə qapılmaq istəmirəm, amma özümlə söhbət edərkən fərqim olaraq ki, bu döngüdən dönməliyəm. Bu döngünü döndərməliyəm daha doğrusu və bu videonu ona görə çəkirəm ki, özümüzə göstərim ki, gələni bu baş verməyəcək. Bu döngüdən dönməliyəm. Pis və ya yaxşı. Adətən plan quranda hər şey pisə doğru gedir, ancaq bu səfər hər şey daha yaxşı olacaq. Hər şey daha yaxşı olacaq. Qısaca 16 saatlıq iş bitdi və mən evə qayıtdım. Möhtəşəm bir qar yağır. Neysə. Yorğunluq bilməm nə qədər görsənmir. Amma daxilimdə zərrə görsənmir. İş prosesində yoruldum. Sadəcə davam elədim. Bugün 31 dekabr. Bizim saatdan saat 21:00-dur. Artıq yavaş-yavaş atırlar. Hər kəsin yeni təbii ki. Oy ya, ev kilsə laf qəşəng yatır amma.